bugün dövlətlərin inkişafını müəyyən edən əsas amil təbii sərvətlər deyil. Bugün dövlətlərin inkişafını təyid edən, müəyyən edən, çox ciddi bir şəkildə təsir edən təbii ki, yüksək bilik, peşəkar, innovativ düşüncə və mütləq mənada məsuliyyət hissinə malik olan kadr bazasıdır. Yüksəliş müsabiqəsini ümumiyyətlə səciyyələndirən, digər müsabiqə və yaxud layihələrdən fərqləndirən əsas amil ondan ibarətdir ki, kadr potensialını formalaşdırmaqla bərabər uzun müddətli bir inkişaf platformasıdır. Yaxşı, gənclər toplaşır, gənclər iştirak edir, özünün inkişafını bu platforma çərçivəsində görür. Yüksəliş müsabiqəsi öz-özlüyündə gənclərimizə nəvəd edir. Bu layihənin ən böyük uğuru ondan ibarətdir ki, bunun hazırlıq prosesində, formalaşmasında gələcək çağırışların demək olar ki, hamısı nəzərə alır. Və gənclərimizi sadəcə olaraq bugünkü reallıq kontekstində deyil, gələcəkdə məmur, kadr, yaxşı mütəxəssis necə olmalıdır, o nöqteyi nəzərindən hazırlıq prosesindən keçir. Mən bura gəlmədən öncə bir rəqəmi bilirdim. Fərhad mənim bu rəqəmi daha dəqiqləşdirdi ki, təxmini 70 mindən çox bu müsabiqədə indiyənə qədər iştirak etmək üçün müraciət edən gənc var və bunların sırasından sadəcə 200-ə yaxın bir gəncin seçilməsi, qalib olması ona dəlalət edir ki, bu sistem çox yüksək seçim meyarlarına, kifayət qədər obyektiv qiymətləndirmə sisteminə və təbii ki, gənclər arasında da yüksək rəqabət ruhuna malik olan bir sistemdir, platformadır. Burada iştirak edən bütün namizədlər, istər yarımçı finalçılar, qaliblər, hətta ümumiyyətlə müsabiqədə iştirak etmək, qazanmayan ilk mərhələdə kənarda qalan gənclər gələcəkdə Azərbaycan inkişafında aktiv iştirak edən kadr potensialının tərkib hissəsi kimi mütləq mənada dövlətimizin güclənməsində istifadə ediləcəklər. Və insan kapitalına qoyulan sərmayə hamımıza bəllidir ki, uzun müddət sonra öz bəhrəsini, öz meyvəsini verir. Və bu baxımından yüksəliş sadəcə olaraq bir müsabiqə deyil. Yüksəliş Azərbaycan dövlətinin gələcəyinə yatırdığı ən vacib, ən strateji investisiyalardan, sərmayələrdən biridir.